Salam müəllimlər. Bugün Təhsil Nazirliyinin sertifikasiya imtahanı üçün keçirilən sınaq suallarına bir izah edəcəm. Başlayaq birinci sualımızdan. Sualımız belə deyil. Proqramın icrası zamanı girişə ardıcıl olaraq 6 və 3 daxil edilərsə, çıxışa verilən nəticəni müəyyən edin. Demək, A-nın qiyməti 6-ya bərabər olacaq, B-nin də qiyməti 3-ə bərabər olacaq. Və diqqətli olsaq, burada A-nın qiyməti yerinə yazırıq. 6 vurulsun 3 bölünsün. Demək, üstə gəlsin 12 çıxılsın 3. Müəllimlər, bilirik ki, əməllər sırasında ən birinci nəyi icra etməliyik? Əgər mötərizə varsa, mötərizəni icra edəcək. Biz burada mötərizə görmürük. Demək, qüvvətə yüksəltmə əməlini yerinə yetirəcək. Amma bir də diqqət ediləcək incə bir məqam var. Onu burada nəzərə alıblar. Müəllimlər, bax, tam bölmədə nəticə i tipində olur, düzdürmü? Amma bölmədə, yəni ümumi bölmədə nəticə olacaq float tipi. Əslində bu nə deməkdir? Deyək ki, məsəl üçün 11 götürdük, məsəl üçün 11 bərabərdir 11.0-a. Deyirik ki, hə, onsuz da bərabərdir də müəllimlər. Bu ikisi də 11-i ifadə edir. Amma bu int tipidir, bu float tipidir. Və yaxud da ki, belə bir ifadə olardı, içərisində kök altı olardı. Deyək ki, kök altında 49. Nə çıxacaqdı? Yenə də 7.0 çıxacaqdı. Yəni 7 çıxmayacaqdı, float tipində çıxacaqdı. 7.0-dan yenə vurğulayıram. 7 bir-birinə bərabərdir. Sadəcə biri int tipindədir, biri də float tipindədir. Bu məqamı bu sualda nəzərə alıblar. İndi birinci qüvvətə yüksəltmə əməliyyatını yerinə yetirdikdə 3-ün kvadratı nəyə bərabərdir? 9-a. Alt üçün 18 bölünsün 9. Üstə gəlsin 12-dən də 3 çıxanda 9 olacaq. İndi biz bunun tipini nə olaraq götürəcəyik? Float tipi götürəcəyik. Amma belə olsaydı, məsəl üçün, o zaman int tipi olacaqdı. Demək 2.0 üstə gəlsin 9 bərabərdir 11.0-a. Demək cavab olacaq A variantı. Yəni müəllimlər, bu 11 də alsaydınız, 11 yenə də doğrudur. 11 nəticədə cavab 11-dir. Amma bu float tipindədir. Bu int tipindədir. Bunun məqam yazılı şəklini, yəni nəzərə alaraq cavab da olacaq A variantı. Yəni 11.0 int tipi yox, float tipi. Dediyim kimi tam tip olsaydı, o zaman tam bölmə olsaydı int tipi olacaqdı. Yəni incə bir məqama orada toxunublar. Baxaq ikinci sualımıza. Elektron hökumət daxilində münasibətlərin modelləri olan sıranı müəyyən edin. Demək, biz bilirik ki, G2C, G2B, G2G münasibətləri var. Yəni, hökumət, vətəndaş, citizen, business, bir də hökumət, government. Demək, nə olacaq? Hökumət, vətəndaş, hökumət, business, hökumət. Bu da olacaq D variantı. Bunların variantlarını desək, D-yə düşərdir. Sonra, hər hansı məsələnin həlli alqoritmində müəyyən addımlardan sonra axtarılan nəticə alınmalıdır. Bu fikir alqoritmin hansı xassəsinə aiddir? Axtarılan sonunda nəticə alınırsa, elə bu nəticəli xassəsi olmuş olacaq. Dördüncü sualımıza baxaq. Unicode əlifbası ilə kodlaşdırılmış süni intellekt ifadəsinin informasiya həcmini diqqətli olaq bitlə müəyyən edin. Biz də bilirik ki, Unicode'da bir simvolun informasiya miqdarı nə qədərdir? 16 bitdir, düzdürmü? Byte-la da 2 byte yazar, düzdür? Amma bizdən byte-la yox, bitlə soruşduğuna görə V bərabərdir SS vurulsun I düsturuna əsasən, yəni simvolların sayı vurulsun I. V də bərabərdir. İndi simvolların sayını təyin edək. 1, 2, 3, 4, boşluğun özü də bir simvoldur. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Demək, 14-ü vuracaq 16 bitə. Bu da nəyə bərabərdir? 224 bit. Byte-la soruşsaydı, biz o zaman 14-ü vurardıq 2, olardı 28 byte. Cavab da olacaq B variantı. 5-ci sualımıza baxaq. Dil uyğunluğu müəyyən edin. Baxaq, HTML sənədində istinad yaradır. İstinad axiri buna olacaq A variantı. Abzası sənədin sağ tərəfinə düzləndirir. Burada elə bir tək yoxdur. Demək, HTML sənədinə qrafik fayl əlavə edir. Qrafik fayl əlavə edən bilirik ki, image seyircidir. Bu da olacaq demək C variantı. Sonra sənəd cədvəl çərçivəsinin qalınlığı borderdir, table border təyin edir. Demək, bu da olacaq D variantı. Demək, D, C, A nömrələnmiş siyahı burada o tək yoxdur. Demək, D, C, A olmuş olacaq. Baxsaq, olacaq 3-cü cavab. Sonra renk dərinliyi 6 bit olan palitrada renk çalarlarının maksimal sayını müəyyən edin. Bu sadə sualdır. Yəni, n bərabərdir 7 bitə. Bizim də renk çalarını təyin edən düsturumuz var idi. 2 üstündə n. R bərabərdir 2 üstündə n. R bərabərdir 2 üstündə 7. Bu da bərabərdir 128. Demək, renk sayına.
Bu da olacaq Y variantı. Sonra proqramda dövrün gövdəsi neçə dəfə icra olunacaq? Müəllimlər, əslində burada desəydi ki, proqramın nəticəsini müəyyən edin. Burada printi verilibdir. S-i A-nı burada tapmağa ehtiyac yoxdur. Baxmayaraq ki, printi verilibdir. Şərtdə amma dövrün gövdəsi soruşulur. Yəni dövrün gövdəsi neçə dəfə yerinə yetiriləcək? İndi biz də məsələyə baxsaq, baxırıq ki, dövr şərti nədən asılıdır? A-dan, bir də K-dan asılıdır. Ona görə də bu S-i burada yerinə yetirməyə ehtiyac yoxdur. Hə, o zaman ehtiyac olardı ki, deyərdi ki, proqramın nəticəsini müəyyən edin. O zaman S-in də, A-nın da qiymətini tapardıq. Amma dövr gövdəsi soruşduğuna görə S-i burada icra etməsək də olar. Çünki şərt A və K-dan asılıdır. Ona görə də başlayaq. K-nın qiymətlərini yenidən burada yazacağım. A bərabərdir 4. S-i yazmağa ehtiyac yoxdur. Yoxlayırıq birinci. Deyirik ki, 4-ün 18-in 2-yə bölünməsinə alınan tam hissə nəyə bərabərdir? 9. 4 kiçikdir 9-dan. Deyirik ki, hə. O zaman K-nı bir vahid artırır. K-nın qiyməti 18 idi. 18-in üzərinə 1 gəlirik, olur 19. A bərabərdir. A-nı vururuq 2-yə, yəni 4-ü vururuq 2-yə, çıxırıq 1-i. Bu da nəyə bərabərdir? 7-yə. Dəyişənin dəyişmiş qiymətini mütləq nəzərə almalıyıq. Bu nə deməkdir? Yəni K da öz qiymətini dəyişdi oldu 19, A da öz qiymətini dəyişdi oldu 7. Düzdürmü? Yenidən şərti 1 də yoxlayırıq. 7 kiçikdir, 19-un 2-yə bölünməsindən alınan tam isə 9-dur, düzdürmü? Yenə hə deyirik. Vurğuladığım kimi S-i burada ehtiyac yoxdur, K-nı, A-nı tapacağıq. K-nın qiyməti 19 idi, 19-un üzərinə 1 gəlirik, bərabər olur 20-yə. Demək, A da bərabərdir. Dəqiqə. A da bərabərdir, 7-ni vururuq 2-yə, çıxırıq 1. Bu da bərabər olur 13-ə. Yenə də dəyişənin dəyişmiş qiyməti nəzərə alırıq. K burada bərabər olur nəyə? 20-yə və A da burada bərabər olur 13-ə. Yenidən şərti yoxlayırıq. 13 kiçikdir K-nın, yəni 20-nin 2-yə bölünməsinə alınan tam hissə nəyə bərabərdir? 10-a. Yox deyib dövrdən çıxırıq. Demək, dövrün gövdəsi neçə dəfə yerinə yetirildi? 1 dəfə. Bu da 2 dəfə. Yox, əgər şərtdə soruşsaydı ki, şərt neçə dəfə yoxlanılır, o zaman 1, 2, 3. 3 dəfə şərt yoxlanılır. Amma dövrün gövdəsi 2 dəfə yerinə yetirilir. Və ya bu sual dəyişib bu cür də ola bilərdi. Proqramın nəticəsi müəyyən edin. Hə, o zaman S-i və A-nı müəyyən edəcəyik. Bunları da qeyd edirəm ki, hər ehtimala imtahanın özündə fərqli bu sualı dəyişib fərqli şərt yaza bilərlər. Məsəl üçün, oxşar olar, amma fərqli şərt yazılar. Sonra cədvəldə deyir ABCDyi F yaşayış məntəqələri arasında yolların uzunluqları qeyd olunubdur. Hər məntəqədən bir dəfə keçməklə A və B məntəqələri arasında ən qısa yolun uzunluğunu müəyyən edin. Müəllimlər, ən qısa yolun uzunluğunu müəyyən etməyin ən birinci əlverişli yolu, yəni hər zaman demirəm, çox zaman ən qısa yollardan baxmaqla keçir. Bu nə deməkdir? İndi qeyd edəcəm. Bax, baxıram ki, F onsuzda bir dənə yol gəlir, düzdürmü? Hardan gəlir? Y-dən gəlir, düzdürmü? İndi Y-dən baxıram ki, 8 də var, 5 də var, 2 də var. Mən ən qısanı yoxlayacağam. Yəni, ən qısa, bir də yaza bilmərik, hərf təkrarı ola bilməz, 2-ni yoxlayacağım. Bu hər zaman, yenə deyirəm, hər zaman uyğundurmu? Yox, amma çox zaman uyğun olur. Yəni, ən birinci bunu yoxlayın, hər ehtimala qarşı, sonra digərlərini yoxlamaq olar. Bu da baxıram ki, hardan gəlir? D-dən gəlir, düzdürmü? Demək, bura 1 yazdım, burada 2 yazdım. Bəs D-yə gələn onsuz da Y-dir, yeni bir daha yaza bilmərəm. Bir dənə 4-də, o da hardan gəlibdir? B-dən gəlibdir. B ilə də A arasında məsafə 5 olmuş olacaq, burada da 4. Demək, 5 üstə gəlsin 4, üstə gəlsin 2 plus 1, düzdürmü? Bu da nəyə bərabər olmuş olacaq? 12-yə. İndi hər ehtimala qarşı artıq cavabı tapırıq. Variantlara baxsaq, görürük ki, burada 10 var, 9 var. Hər ehtimala qarşı baxırıq ki, 12-dən aşağı ola bilərmi? Burada qalır bir dənə 8 ilə 5. Baxsaq, A-dan B-yə 5, B-dən Y-yə 8, artıq 13 qiymətini, 12-ni aşır 13 qalan heç yoxlamaya ehtiyac yoxdur. Burada artıq 14 alacam. Məsəl üçün, 5-i deyil. Demək, C-dən gəlir 5 və A ilə C-ni birləşdirən 7-nin üzərinə 5 gələcəm. 12, bir vahiddə 13. Yenə də 12-dən böyük oldu. Demək, elə tapdığımız yol doğru yoldur. Sonra növbəti suala baxaq. Aploqa proqramlaşdırma mühitində düzgün 9 bucaqlı fiqur çəkmək üçün nöqtələrin yerinə uyğun olaraq nə yazılmalıdır?
9 dəfə demək düzgün 9 bucaqlı deyirsə 9 dəfə dövr edəcəm. Yəni təkrarla 9. Deyək ki, düzgün 6 bucaqlı deyərdisə 6, 5 deyərdisə 5. Demək burada nə olacaq? Burada 9 olacaq. İndi biz bucağı təyin eləsək, bilirik ki 360-ı böləcəyik nəyə? 9-a, nəyə bərabər olacaq? 40-a bərabər olmuş olacaq. Demək birinci 9, burada da 40 olmalıdır. İndi diqqət edin, yəni variantlarda belə diqqət edilməlidir. 49 yazılıbdır, 940 yerləri dəyişik yazılıbdır. Demək olacaq burada hansı cavab? C variantı. Sonra 10-cu sualımıza baxaq. 10-cu sualımızda siyahı verilibdir. Bir dənə də boş siyahı verilibdir. Demək, i alır hansı qiymətləri? Birinci onu təyin edək. 0-dan len a-ya qədər. 1, 2, 3, 4, 5. 5, 2. Bu nə deməkdir? Yəni 0-dır, başlanğıc, son bir də addım. i alacaq 0-ı, sonra 2 vahid artacaq, olacaq 2. 2 vahid artıracaq, olacaq 4. Yəni dövrün gövdəsi 3 dəfə yerinə yetiriləcək. İndi baxsaq burada B insert i, yəni B siyahısına əlavə edirik nəyi? Insert artıq burada yazmıram. 0, A i'ninci indeksli element. Bunu da indeksləsək 0, 1, 2, 3, 4. Düzdürmü? A sıfırıncı indeksli element neçədir? 12-dir. 12-ni vuracaq nəyə? 2-yə olacaq 24. Yəni B siyahısının sıfırıncı indeksli elementin yerinə 24-ü əlavə etmiş olacaq. Bu i'nin 0 qiymətində. Aydındırmı? İndi i'nin 2 qiymətində qeyd edirik. i'nin 2 qiymətində o zaman B 2, yəni ikinci indeksli element 5-dir. 5-i 2-yə vuracaq 10. Burada onsuz da ikinci indeksli elementi yoxdur. Yəni bir dənə sıfırıncı indeksli elementdir. Bura onu əlavə edirik. Sonra i bərabərdir 4-ün 4 qiymətində. Yenidən dövrün gövdəsini yerinə yetiririk. B 4 dördüncü indeksli element neçədir? 44. 44-ü də 2-yə vuranda olacaq 88. 88-i də əlavə etmiş olacaq. Düzdürmü? Bax, dövrün gövdəsini 3 dəfə yerinə yetirdik və dövr sayı bitdi. İndi baxırıq ki, ondan sonra B, yəni fordan eyni istiqamətdir. B, bax, bu gövdədə deyil, buna diqqət etmək lazımdır. Bu, yəni dövrdən çıxandan sonradır B sortu olan. Demək, burada B sort var. Yəni, sort da nə edirdi? Siyahının elementlərini azdan çoxa doğru düzürdü. B bərabərdir 10, sonra 24, sonra da 88. Cavab da olur burada A variantı. İndi mən variant olaraq deyirəm. Yəni birinci cavab. Sonra burada deyir cəminin hesablanması üçün verilmiş blok sxemdə sual işarələrinin yerinə uyğun olaraq yazılacaq ifadələri müəyyən edin. Müəllimlər, belə bir sual tipi MIG 2024-də də gəlmişdi. Birinci, həmişə bu sual tiplərini yazmamışdan əvvəl ifadənin özünə fikir vermək lazımdır. S bərabərdir 1-in kvadratı üstə gəlsin, 2-nin kvadratı, 3-ün kvadratı və s. nəhayət 30-un kvadratıdır. Düzdürmü? Burada baxsaq əsas dəyişir, amma qüvvət dəyişmir. Yəni 1 burada əsasdır, 2 burada qüvvətdir. 2 burada əsasdır, 2 burada qüvvətdir. Yəni qüvvət dəyişmir, əsas dəyişir. Və 30-u da alır. Amma burada baxıram ki, en kiçikdir 30. Yəni bu deməkdir ki, bu hansı ki 1 vahid artır, əsas 1 vahid artı gedir. Görürsünüz 1-dir, sonra 2 olub, sonra 3 olub. Bunu təyin edən nədir? En dəyişənidir. Demək, en hər dəfə 1 vahid artmalıdır və cəmdən əvvəl gəlməlidir. Niyə? Çünki 30-u almır. Birinci en bərabərdir, en plus 1 gəlməlidir. Ki 30 bura daxil olsun, düzdürmü? Eni bir vahid artırırıq. Lap bax, 1-2 addımı yoxlaya bilərik ki, tam aydın olsun sizin üçün. Enin qiyməti necədir? 0, 0 kiçikdir 30-dan hə deyəcək. Eni bir vahid artıracaq. Enin qiyməti 0, 0-ın üzərinə 1 gələcək, olacaq 1. Düzdürmü? Və deyəcəyik ki, yenidən S bərabərdir. 0-ın üzərinə gələcək. Nə olmalıdır? Bax, indi 1-in kvadratı olması üçün ya ikinci dərəcədən qüvvəti olar, ya da özünün özünə vurarıq da n vurulsun n, düzdürmü? İndi cavablara baxsaq görərik ki, n-lə asılı olan bir qüvvət verilib. Ona görə n-i n-ə vurarıq. Bu da nəyə bərabər olacaq? 1-in kvadratına, düzdürmü? Sonra 1 kiçikdir 30, hə deyərik. Yenidən n-i bir vahid artırarıq. 1 idi, 1-in üzərinə 1 gələrik 2. Sonra s bərabərdir 1-in kvadratı üstə gəlsin 2 vurulsun 2. Bu da nə deməkdir? 1-in kvadratı üstə gəlsin 2-nin kvadratı. Düzdürmü? Yəni nəticədə belə bir cəmi özündə saxlayan dəyişən, yəni s-i almış oluruq. Yəni diqqətli olsaq, demək nə edir? Hər dəfə əsası bir vahid artırır gedir və qüvvətləri tapır. Yəni 1-in qüvvəti, 2-nin qüvvəti, 3-ün qüvvəti ikinci dərəcədə. Demək burada s də bərabərdir. S üstə gəlsin, n vurulsun, n olmuş olacaq. Cavab da olacaq A variantı.
Növbəti suala baxaq. Deyir ki, elektron cədvəl fraqmentində ambardakı məhsulların qiyməti və endirim faizləri verilmişdir. Məhsulların qiyməti buradır, endirim faizləri də buradır. Yəni, məsəl üçün, toz sorana 10% endirim var, paltar yuyana 15% endirim var. Bu verilənlərə əsasən Y2 xanasında demək, Y2 xanasında endirim məbləğini hesablamaq üçün hansı düstur yazılmalıdır? Demək, biz nə tapacaq? Qiymətin 1230-un məsəl üçün 10%-ni tapacaq. 1560-ın 15%-ni tapacaq. Ədədin də faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Demək, 1230-un məsəl üçün yazırıq 10%-ni, vururuq 10%-ə, bölürük 100%-ə, düzdürmü? O zaman necə yazacaq? Demək, C2-yə C bərabərdir. C2 vurulsun D2 bölünsün 100. Düzdürmü? O zaman da cavab nə olacaq? Burada dördüncü cavab yəni. Sonra 13-cü sualımız uyğunluğu müəyyən edin. İnformasiyanın xassələri, informasiyanın növləri, informasiya prosesi. İnformasiyanın xassələri tam idi, aktual idi, obyektivlik idi. Düzdürmü? Adekvatlıq idi. O çoxlu, yəni hansı ki dil nəzəriyyəsində olmayanda xassələri var. Amma əsas xassələri, yəni burada verilənlərdən tamdır. Bir də aktualdır. Düzdürmü? Bu olmuş olacaq demək B, D. Sonra informasiyanın növləri, yəni duyğu üzvləri vasitəsilə alınan informasiyanın növləri hansıları idi? Taktil idi, yəni dəri vasitəsilə, hiss etməklə, toxunmaqla, bir də dad olmuş olacaq. Burada da olacaq informasiyanın növləri, demək A, C. Bir də informasiya prosesləri, informasiyanın toplanılması, ötürülməsi, qəbul olunması, emalı. Burada da bir dənə emalın adı çəkilir, ona görə də olacaq Y. Demək, necə oldu? B, D, A, C, Y. Bu da olacaq C variantı. Sonra indi belə bir Python sualıdır. Proqramın icrası zamanı girişə belə bir sətir daxil edilərsə, nəticəni müəyyən edin. Müəllimlər, S bərabərdir input split. Amma splitin içərisi boş deyil, diqqətli olun. Burada 1 var. Yəni 1-dən onu parçalayaraq siyahıya çevirəcək. Yəni necə olacaq? S bərabərdir. İndi diqqətli olun. 1-ə qədər gələnə qədər, hansı ki 1-dən artıq 1-lə rastlaşacaq, ona qədər bütöv götürəcək. Bu nə demək? Yəni 2, 3, 2, 3 ayırmırıq. Bir yerdə götürür. Bu olacaq 2, 3. Düzdürmü? Sonra 1-i gördü, 1-dən parçaladı. Növbəti 1-ə qədər bütöv götürürük. Bu da oldu 4. Düzdürmü? Bu da getdi. Sonra növbəti 1-ə qədər 1 götürürük. 5, 2. Düzdürmü? Sonra buradan parçaladı. Sonra növbəti 1-ə qədər bütöv. Yəni ayrı-ayrılıqda 3, 3 yox. Bütöv götürürük buradan. Sonra artıq 1 yoxdur. Bu da olacaq 9, 8. Yəni ayrı-ayrı 2, sonra 3 bu şəkildə götürmürük. Yəni bu listlə deyil. Bu input splitləndir. Demək, belə bir siyahı alınmış olacaq. Bir dənə də boş siyahımız var. A, boş siyahımız var. İndi görək, sualı həmişə belə tip sualları çalışın oxuyasınız. Yəni, mən dərslərdə də vurğulayıram ki, mahiyyətin birinci baxaq görə bizə nə demək istəyir sadə dildə desək. Siyahıya bir müraciət edir. Baxın müəllimlər, I, in, S. Yəni, bir dəfə götürəcək 23-ü, 23 deməyək sətir tipidə, 2, 3-ü, bir dəfə 4-ü, bir dəfə 5, 2-ni, bir dəfə 3, 3-ü, bir dəfə 9, 8-i, düzdürmü? Və onu intə çevirəcək. Çünki burada int, yəni 2-3-ü götürəcək, çevirəcək intə olacaq 23 və deyəcək 23-ün 2-yə bölməsindən alınan qalıq 0-a bərabərsə, həmin bu 23-ü nə et? Siyahıya əlavə et. Amma baxırıq ki, bu 2-yə bölünməndə qalıq 0 olan nədir? Cütdür. Demək, cütləri götürəcək, təkləri götürmür, düzdürmü? 4-ü götürəcək, 4 şərtimizi ödəyəcək, düzdürmü? İntə çevirəcək 4, 4-ün 2-yə bölməsindən alınan qalıq 0-a bərabərdir. Hə, siyahıya nə edəcək? Sətir tipində, ha, diqqətli olun. Int i, a, append int i, ya int i yazılmayıb. Yəni burada int i deyil. Elə özünü, yəni sətir tipində əlavə edəcək. Sətir tipində də əlavə edəndə olacaq 4, 4. Sonra 5, 2 ödəyəcək də. Çünki bunu da yenə intə çevirəndə olacaq 52, o da 2-yə bölünür. Yenə 5, 2-ni götürmüş olacaq. 3, 3 ödənməyəcək, 9, 8. Bu da olacaq 98, 98 də cüt ədəddir. Bunu da əlavə edəcək 9, 8 şəklində, düzdürmü? Yəni, siyahının A siyahısının elementləri də bu şəkildə olacaq. Və bunlar bitəndən sonra baxırıq ki, print join A. Bilirik ki, join nə edirdi? Siyahının bütün elementləri sətir tipidirsə, onları birləşdirə bilər. Bu da 4, 5, 2, 9, 8 olmuş olacaq. Nəticədə olacaq 3-cü cavab. Sonra
İndi deyir ki, Aploqa mühitində verilmiş kod icra edilərsə, bağa hansı fiquru çəkər? Biz baxırıq ki, burada 2 dənə təkrarla var. Biri təkrarla 2, yəni 2 dəfə dövr edəcək. Bəs dövrün gövdəsində nə olacaq? Təkrarla 4, irəli 100, sağa 90 dərəcə. Bu nə deməkdir? Təkrarla 1-də, bu onsuz da bilir ki, hansı fiquru çəkmiş olacaq? Bir dənə kvadrat çəkmiş olacaq, düzdürmü? Bax, bu şəkildə çəkəcək və nəticədə bağa gəlib, bax, belə üzü yuxarı yenə də dayanmış olacaq. Müəllimlər, bax, birinci dəfə. Bax, birinci təkrarla 2 var, bir də təkrarla 4 var. Təkrarla 2 odur ki, 2 dəfə dövr edəcək. Hər dövr edəndə də 2 dənə kvadrat çəkəcək. Amma necə çəkəcək onu? 45 dərəcə əyərək, elə bil ki, 45 dərəcə belə deyək də dönərək. Özdə sağa. Sağa 45 dərəcə dönəndə 90 dönsəydi belə olardı. Amma 45 deyəndə, yəni 90-ın tən yarısı 45 olacaqdır. Yəni belə dönəcək. Bağa belə dönəcək. Yenidən bir də təkrarla 2-də yenidən bir dənə də kvadrat çəkmiş olacaq. Təxminən belə olacaq da. Yəni belə, 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 yenidən belə. Belə bir kvadrat çəkmiş olacaq. Buna da uyğun cavab gördüyümüz kimi hansıdır? B variantı olmuş olacaq. Sonra A təpəsindən G təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. Buradan hansısa təpədən keçməklə və ya keçməməklə demirsə, adicə nə yazacaq? A'dan çıxan yollara 1 yazıram, burada da 1 yazıram, burada da 1 yazıram. B'yə bir yol daxil oldu, bir yol çıxdı. Sonra, indi buradan davam edək. Digər məlum olmayanlar, bir yol C'yə daxil oldu, bir yol burada çıxdı, bir yol da buradan, bir yol da buradan. D'yə bir yol daxil oldu, bir yol çıxdı. Y'yə 2 yol daxil oldu, 2 yol çıxmış oldu. Buradan da F'e 2 yol daxil olmuş oldu, 2 yol çıxmış oldu. Demək, 2 üstə gəlsin, 2 üstə gəlsin. 1 bərabərdir 5-ə. 5 dənə yol olmuş olacaq. Sonra növbəti sualımıza baxaq. Deyir ki, piksellər verilibdir, qrafik təsvirin informasiya həcmi verilibdir. Bizim düsturumuz vardı. A vurulsun, B vurulsun, N. Təsvirin palitrasında olan renk çalarlarının maksimal sayını biraz öncə qeyd etdik ki, maksimal say 2 üstünə N düsturu ilə təyin edilir. 512-ni, 512-ni 2-nin qüvvətləri 2 üstü 9, 2 üstü 9 şəklinə yaza bilərik. Vurulsun, N, N-i bilmirik, bizə elə N lazımdır. Bu 256-da 2 üstündə 8, bura bitlə ifadə olduğuna görə həmişə bərabərliyin hər iki tərəfini eyni ölçü vahidində saxlamaq lazımdır. Ona görə də bunu da 2 üstü 13-ə vururam. Çünki kilobaytdan bitə keçirəm. N bərabərdir 2 üstündə demək 21 bölünsün 2 üstündə 19. Bu da buradan bərabərdir 2 üstündə 3-ə 8-ə. İndi N-i tapandan sonraki 8 1, R bərabərdir 2 üstündə 3, daha doğrusu 2 üstündə 8 bərabərdir 256-ya. Bu da olacaq Y variantı. Sonra informatika sətri verilibdir müəllimlər. Deyir ki, len saysaq 11 olacaq, düzdürmü? 11, B-yə də 11 mənimsədilib. Yəni, B-yin də qiyməti 11-dir. If-in şərtini yoxlayırıq. Deyir ki, 11 böyükdür 11-də. Len A, yəni len nə idi? Sətrin simvollarını sayırdı. Deyirik ki, yox, if ödənməzsə nəyə düşməliyik? Else və else baxırıq ki, indeksləyirik 0, 1, 2, 3, sonuna qədər indeksləməyəcəm. Çünki 2-yə qədər deyil, 2 özü götürülmür. In sətrini götürürük, in sətrini götürür və burada yazıldığı kimi götürəcəksiniz. Belə də, yəni, in sətrini götürür, 3-ə vurur, düzdürmü? Sətri ədədə vurmaq o deməkdir ki, ədəd dəfə sətr təkrarlanacaq. Yəni, in şəklində olmuş olacaq. Bu da olacaq birinci variant, yəni A variantı olacaq. Sonra növbəti suala baxaq. Deyir ki, verilmiş HTML koda əsasən web səhifə fraqmenti haqqında doğru fikirləri müəyyən edin. Gəlin birinci sətirləri təyin edək müəllimlər. Bax, bir dənə sətir burada, 1. Bir dənə sətir indi aşağı düşübdür burada. Düzdürmü? Bax, ter açıldı, ter bağlandı. Bir dənə sətir burada, bir dənə sətir, ikinci sətir burada, düzdürmü? Sonra üçüncü sətir burada, üçüncü sətir burada, dördüncü sətir də buradadır, düzdürmü? 4 dənə sətirdir və baxsaq TH bir dənə də sütundur. Demək elə bilin ki, bax, canlandırsaq, belə deyək də, 1, 2, 3, 4. 4 dənə sətirdir. Bir dənə bura A yazılıbdır. Digərlərinə yazılıbdır C. Sonra demək, birinci sətirdə yazılıbdır A, ikinci sətirdə yazılıb C, üçüncü sətirdə yazılıbdır K, sonra dördüncü sətirdə də yazılıbdır M. Bax, belə bir cədvəl yaranmış olacaq. Bir dənə də sütunu var. 4 dənə sətri, bir dənə də sütunu var. İndi buna uyğunlaşdırmalıyıq. Deyir, yaranan cədvəldə 6 dənə xana var. 6 dənə xana olmayacaq. 1, 2, 3, 4. 4 dənə xana olmuş olacaq.
Bir yanlışdır demək. Bizdən də doğrular istəyir. Yaradılan cədvəlin 3-cü sətrində bir xana var. Bəli, 3-cü sətrində bu birinci sətr, bu ikinci sətr, bu üçüncü, bu da dördüncü. Bir xana var, 2 doğrudur. 2-ni götürürük. Yaradılan cədvəlin bir sütunu var. Bəli, elə bir dənə sütun budur. Baxın, burada qeyd eləmişdik. Bir dənə sütun buradadır. Bircə dənə sütunu var. Doğrudur. Sonra yaradılan cədvəlin 3-cü sətrinin ikinci xanası yoxdur axı. Bu da səhvdir. Yaradılan cədvəlin ikinci sütununda, ikinci sütun var. Üçüncü sətrinin ikinci xanasında, ikinci xanada yoxdur. Yaradılan cədvəlin ikinci sütunu da yoxdur. Bu da səhvdir. Demək cavab nə olmuş olacaq? 2, 3 cavabı doğru olmuş olacaq. Sonra belə bir alqoritm sualıdır. Deyir, alqoritm icrası nəticəsində çıxışa verilən ədədi müəyyən edin. Gəlin müəllimlər, bunu birinci Python proqramlaşdırma dilində yazaq. N bərabərdir 5, D bərabərdir 1. Belə yazanda daha rahat olar deyə düşünürəm. Yenə də qeyd edərik. İndi hansı müəllimə necə rahatdırsa yazar. While N böyükdür D-dən, yəni nə qədər ki demək. Nə qədər ki, n böyükdür D-dən, hə deyəndə o zaman n bərabərdir n-dən bir vahid çıxıram, D bərabərdir D-ni də bir vahid artırırıq. Və dövrdən çıxandan sonra y-la eyni istiqamətdə n bərabərdir n-in 2 vahid artımı, D bərabərdir D-dən də çıxırıq 1-i və nəticədə çap olunur. Yox, hələ k-nın da bir vahid artımı var. Yəni, burada k bərabərdir n plus D və nəticədə print k. Düzdürmü? Print k. Müəllimlər, baxsaq burada əslində dövrləri bir-bir yoxlaya da bilərik, amma deyək ki, məsəl üçün uzun dövrlü 7 dövr, 8 dövr, nə bilim 9 dövr, bəzən olur da dövrlərin sayı çox olur. Xüsusən də imtahanda dövr sayını çox verirlər, amma bir qısa yolu olur onun. Dövrlərin sayını necə tapa bilərik? Baxırıq ki, birbaşa desək, n-in ya bunu bir-bir yoxlayarsa, 5-i biri gətirib yerinə yazarsınız, 5 böyükdür birdən, hə, n-i bir vahid azaldıb, d-ni bir vahid artırırıq. Bu şəkildə yenidən yenə dövrü yoxlayaraq şərt ödənməyəndə dövrdən çıxarıb. Bu da bir yoldur. Belə də yaza bilərsiniz. Məsələn, xüsusən də bu üsul dövr sayı çox olana aiddir. Dövr sayı çox olanda demək, n-dən hər dəfə bir vahid çıxır, d-ni də hər dəfə bir vahid artır. N-in qiyməti 5-dir. Düşünürəm ki, 5-in üzərinə 5-dən neçə dəfə 1 çıxmalıyam? K dəfə 1 çıxmalıyam. K dediyim, yəni dövr sayıdır. Nə zaman dövr şərtinə yox deyəcəm? Böyükdürsə, demək, kiçik bərabər olanda dövrdən çıxacaq. Kiçik bərabərdir. D-nin də üzərinə, 1-in də üzərinə K dəfə 1 gəlsəm. Bu, xüsusən də dövr sayı, məsəl üçün, test toplusunun içərisində belə bir sual vardı. 23 dəfə, 22 dəfə dövr edir. O 22 dəfə dövrü imtahana düşsə, vaxt itkisi deməkdir. Bu üsul, bax, o tip məsələlərdə daha yararlıdır. Burada az olar dövr sayı. Yenə də qeyd edək, 2K kiçik bərabərdir -4-dən, K da böyük bərabərdir 2-dən. Yəni, K 2-ni alır. Böyük bərabər olduğuna görə 2-ni alır. Yəni, 2 dəfə dövr edir. Demək ki, y-ın gövdəsi 2 dəfə dövr edəcək. 2 dəfə dövr edəndə n-in qiyməti neçədir? 5. 5-dən 2 dəfə 1 çıxacaq. Olacaq 3. D də nəyə bərabərdir? 1. 1-in də üzərinə 2 dəfə 1 gələcək. Olacaq nəticədə 3. Düzdürmü? Demək, n-in 3 qiymətindən, d-nin də 3 qiymətindən dövrdən çıxırıq. Sonra, bax, bu hissəni icra edəcəm. N-in qiyməti neçə oldu? 3. N bərabərdir. 3-ün üzərinə 2 gəlirəm, olur 5. D də bərabərdir. 3-dən 2 çıxıram. Üzr sayın, 2 deyirəm. 1 çıxıram, o da bərabərdir 2-yə. Və nəticədə K da bərabərdir. 5 ilə 2-ni cəmləyirik, bərabərdir 7-yə. Burada da cavab olacaq ən axırıncı cavab. Aydındırmı? Yəni, belə də yaza bilərsiniz. Dövr sayını daha əlverişli yolla tapmaqla. Sonra növbəti 21-ci sualımıza baxaq. Demək, A-nın qiyməti 56-dır. C bərabərdir STR 1, 2, 3. Bu, A-nı da stringə çevirir. Demək, olur 5, 6. Sətirlər toplananda olur 1, 2, 3, 5, 6. Düzdürmü? Və A-nı nə edir? A bərabəri daha doğrusu C-ni 2-yə vurur. Yəni 2 dəfə bunu təkrarlayacaq. Olacaq 1, 2, 3, 5, 6. Yenidən 1, 2, 3, 5, 6. Biraz öncə vurğuladım ki, sətri ədədə vurmaq, ədəd dəfə təkrarlamaq deməkdir. Amma deyir, çap edəndə float tipində çap et. Float tipini, bax, həmişə cavab alanda burada xırdalıqlara bu ümumiyyətlə sınaqda çox yeniblər. Float tipi deyən kimi, test tapan kimi belə götürmürük. Baxırıq ki, bizdə nə deyir? Float tipində onda nöqtə 0 olmuş olacaq. Bu da olacaq A variantı. Sonra
Növbəti sualımıza baxaq. Deyir ki, D2 xanasında, demək D2 xanasında nə yazılıbdır? C2 vurulsun 1 üstə gəlsin D2 bölünsün 100. Və deyir ki, bunu Y2 xanasına köçürdükdə, Y2 köçürdükdə hansı düstur alınır? Müəllimlər, Exceldə necə idi? A, B, C, D, Y, F. Bu şəkildə sütun başlıqları gedirdi də. Düzdürmü? D-dən hara gəlibdi? Y. Yəni bir xana sağa gəlibsə, demək bunlar da bu hansı ki bu istinaflarda bir xana hara gedəcək? Qarşısında da sabitlik işarəsi olmadığına görə bir xana sağa gedəcək. C-dən sonra nə gəlir? D gəlir. Demək bu D-yə çevriləcək. Bu onsuz da dəyişməyəcək. Sətrin qarşısında sabitlik işarəsi var. Bir sabitlər, ədədlər ümumiyyətcə dəyişmir. Bir üstə gəlsin. İndi D-dən də hara gedəcək? Yenə D-dən də bir sütun sonraya, yəni Y-yə gedəcək. Bu da olacaq. Bu sətirlər də dəyişmir. Görürsünüz 2 2-dir. Elə olduğu kimi qalacaq. Y2 bölünsün 100. Belə bir cavab da olacaq. Dördüncü cavab. D2 1 Y2 100. Sonra 23-cü sualımıza baxaq. Demək, yəni bu sualı burada yazaq. Demək müəllimlər, birinci komandamız, buradan yaxşı görsənməyə bilərliyindən yazıram. 2-yə vur, 2-yə vur. İkinci komandamız 1 əlavə et. Düzdürmü? İndi deyir ki, girişə verilən 0 ədədi üzərində komandalar ardıcılığı yerinə yetirilərsə, alınan nəticəni müəyyən edir. Demək, girişə 0 ədədi daxil edir. Birinci, ikinci addımı yerinə yetirir. İkinci, yəni komanda hansıdır? 1 əlavə et. Demək, üzərinə 1 gəlirəm, olur 1. Sonra yenə birinci komandanı yerinə yetiririk. 1-i vururuq. Yəni, burada birinci komanda nədir? 2-yə vur. Vururuq 2-yə, olur 2. Sonra yenə ikinci komandanı icra edirik. Üzərinə 1 gəlirik. 2-nin üzərinə 1 gəlirik, olur 3. Ondan sonra 3 dəfə birinci komandanı yerinə yetiririk. Çünki ardıcıl 3 dənə 1 var. Yəni, bu şəkildə olur. Daha doğrusu 3 dəfə 2-yə vururuq birinci komandanı. 3 vurulsun 2 bərabərdir 6. 6 vurulsun 2 bərabərdir 12. 12 vurulsun 2 bərabərdir 24-ə. 3 dəfə də bunu icra elədik. Bu icra etdiklərim üzərinə xətt çəkirəm. Sonra ikinci komandanı bir də icra edirik. 24-dür, 24-ün üzərinə 1 gəlirik, bərabər olur 25-ə. Və sonunda birinci komandanı bir də yerinə yetiririk. 25-i vururuq 2-yə, nəticədə olur 50. Ardıcıllıqla bu şəkildə yerinə yetirildikdə 50 cavabını alır. Axırıncı cavabımız 50 doğru olmuş olacaq. Sonra müəllimlər, əlifbanın gücü deyir 4096 simvol. Bu əlifbanın simvolları vasitəsilə yazılan mətnin informasiya həcmi 3 kilobayt olarsa, mətndə neçə simvol olduğunu müəyyən edin. Biraz öncə düstur yazmışdım. SS vurulsun I düsturu. Əlifbanın gücü n bərabərdir 4096. 4096 da nə deməkdir? Yəni 4 vurulsun 1000, 24. Bunu 2-nin qüvvətləri şəklində yazanda 2 üstündə 12, I də bərabərdir 12 bitə. Düzdürmü? İndi V-də verilibdir. Demək, SS vurulsun 12, bu tərəf bitlə olduğuna görə bu 3 kilobaytda keçməliyik bitə. 3 vurulsun 2 üstündə 13-ə. SS bərabərdir. Buradan 3 vurulsun 2 üstündə 13 bölünsün nəyə? 12. Bunlar burada ixtisar gedəndə 4, 4-ü də yaza bilərik də 2 üstündə 2. 2 üstündə 13-ü 2 üstündə 2-yə böləndə əsaslar eyni, qüvvət üsləri çıxılır, qalır 2 üstündə 11. Bu da nə deməkdir? Yəni 1024 vurulsun 2. Bu da olacaq 2048. Demək 2048 simvol olmuş olacaq. Sonra indi bu suala baxaq. Demək, bu siyahıda list vasitəsilə, biraz öncə vurguladım, list vasitəsilə bu nə edilir? Yəni siyahıya əlavə edilir. A nəyə bərabər olur? Yəni olur 1 sətr tipində, 3, bir var split vasitəsilə biraz öncəki kimi parçalayaraq. Bir də var bu şəkildə listlə siyahı yaratmaq. 9. Bu şəkildə olmuş olacaq sətr tipində.
sətr tipində. For in A, yəni i müraciət edəcək. Bir dəfə 1-ə, bir dəfə 3-ə, bir dəfə 5-ə, sadə dildə desə, bir dəfə 7, bir dəfə 9-u. Biri götürəndə nə edəcək? Onu intə çevir. Deyir, əgər cütdürsə, 2 bölünəndə 0 alınırsa, demək cüt hədəfdir. Cütdürsə, yes çap olunsun. Əks halda 3-ə bölünürsə, no çap olunsun. Nə 2, nə 3-ə bölünmürsə, o zaman 3 dənə ulduz çap olunsun. Yəni, indi i götürəcək nəyi? Sətr tipində 1 və onu intə çevirəcək. Yəni, nəticədə olacaq 1. Və deyəcək, 1-in 2 bölünməsinə alınan qalx 0-a bərabərdir. Yox. İfə yox deyəndə elifə düşəcək. Elifi yoxlayacaq. 1-in 2 bölünməsinə alınan qalx 0-a bərabərdir. Yenə yox dedi. O zaman elifin elisinə düşür. 3 dənə ulduzu çap edir. Düzdürmü? 3 dənə ulduzu çap etmiş oldu burada. İndi baxsaq, burada 3 dənə ulduz, bircə dənə bu variant aradan çıxmış olur. Sonra davam edək. Yenidən götürür i neçəni? 3-ü, düzdürmü? Yenə də intə çevirir, yəni olur ədəd tipində 3 və 3-ün 2 bölünməsinə alınan qalx 0-a bərabərdir, yox deyirik. 3-ün düşürük yox, elifə, ifə yox dediyimizə görə elifə düşürük. 3-ün 3-ə bölünməsinə alınan qalx 0-a bərabərdir, hə deyirik. O zaman no çap olunmuş olur. Aydındırmı? Müəllimlər, özdə diqqət edirik nəyə? Ent var. Ent verildiyinə görə alt-alta çap etməyə, yəni icazə yoxdur, sadə dildə desək, bunu yan-yana çap etmiş olacaq. İndi baxsaq, görürsünüz 3-dən sonra yes gəlibdir, yes gəlibdir, burada da yes gəlibdir. Avtomatik heç qalanını yoxlamağa ehtiyac yoxdur. 3 dənə ulduzlu olan bir dənə A variantıdır. Lap istəsəniz yoxlaya da bilərsiniz. Fərqi yoxdur. Məsəl üçün 5, 7-də nə 2-yə, nə 3-ə bölünür. Birbaşa deyərik ki, 3 dənə ulduz burada çap edəcək, 3 dənə də ulduz burada çap edəcək. 9-da da yenə şərt ödənəcək. Burada ödənməyəcək, amma 3-ə bölünəcək. Yenə də sonunda no-nu çap etmiş olacaq. Sonra növbəti suala baxaq. 26-cı sual. Deyir ki, monitor sözü Sezar üsulu ilə şifrələnərək bu söz alınıbdır. Düzdürmü? Alınmış şifr üçün K ədədini müəyyən edir. Yəni, açarı müəyyən edirik. M hərfindən Q hərfinə, yəni Q hərfinə gəlibdir. Düzdürmü? Demək, M-dan Q-ya gələnə qədər 1, 2, 3, 4. Demək, K nəyə bərabərdir? 4-ə. Qalanlarını heç yoxlamaya ehtiyac yoxdur. Məsəl üçün, oradan S gəlibdir. Düzdür? Yenə də 1, 2, 3, 4. Artıq açarın birində təyin eləsə, digərlərini yoxlamağa ehtiyac olmayacaq. İndi deyir ki, verilmiş sözlərin ASCII əlifbasında kodlaşdırıldığını bilərək uyğunluğu müəyyən edin. O zaman i bilirik ki, nəyə bərabər olacaq? 1 bayta bərabər olacaq. Bitlə desək də 8 bit. Demək, i bərabərdir 1 bayt. 1 bayt. O da bərabərdir 8 bitə. Düzdürmü? İndi kompüter sözündə neçə dənə simvol var? Baxsaq, kompüter sözündə 8 dənə simvol var. 8 dənə simvol olduğuna görə 8-i vuraraq 1 bayt olar 8 bayt. Baxırıq ki, 8 bayt var burada. A uyğun olacaq. Bəs görək bitlə də olduğuna görə, həm bayt, həm bit olduğuna görə bitlə də yoxlamalıyıq. 8, demək, tapdıq nə qədər? 8 bayt 8-i də bitə çevirəndə 8-dən 8-i nə qədər edəcək? Demək, 64 bit. Düzdürmü? Bu da olacaq A, B. Yəni, kompüterdə 8 dənə simvol var idi. 1 baytdan olacaq 8 bayt. Amma bitlə ifadə eləsək, 8 vurulsun 8 bərabərdir 64 bitə. Düzdürmü? Demək, AB buna uyğun olmuş olacaq. Klaster sözündə 7 dənə simvol var, 7 bayt. Görürük ki, 7 bayt yoxdur. O zaman bitə çeviririk. Demək, 7-ni vururuq 8-ə bərabərdir 56 bit, düzdürmü? Buna da uyğun olacaq C. Burada da 4-dür. 4 dənə 8-i bitlə desək 32-dir, buna D uyğun olacaq. Baytla da desək Y uyğun olmuş olacaq 4 bayt. Demək A, B, C, D, Y olacaq birinci cavab doğru. Sonra növbəti sualımıza baxaq. Burada bilirik ki, birinci nə gəlir? Protokol, sonra server, sonra da fayl gəlir. Ardıcıllıq bu şəkildədir. Birinci protokolu yazırıq. Düzdürmü? Sonra qoşa nöqtə, slash. Slashlərə də diqqət etmək lazımdır. Sonra bu şəkildə qeyd edirik serveri. Sonra yenə bir dənə slash. Sonra da faylımız. Bu şəkildə olmuş olacaq. İndi yazsaq, birinci nə gəlmiş olacaq? 2 gəlir. Sonra 4 gəlir. Sonra 3 gələcək. Sonra bir dənə slash var, 5 gələcək, sonda da 1 gələcək. Bu da 4-cü cavab doğru olmuş olacaq. Sonra növbəti bu suala baxaq, müəllimlər.
Demək, yenə belə bir sətir daxil edilir və S bərabərdir input, sətir daxil edilir. Bir dənə də boş sətrimiz var. For i in range. Müəllimlər, bu proqramda çalışmaq lazımdır ki, yenə bir-bir bunu icra eləsək, nə qədər vaxt itkisidir. Təsəvvür edin ki, bu boyda sətrin hər bir simvolunu bir-bir yoxlayırıq. Ehtiyac yoxdur. Nəyə görə? Proqramda deyir ki, belə proqram oxusaq, sətir daxil edilir və for i in range, len s ilə sətir indekslənir. Düzdürmü? Və deyir ki, həmin bu sətirdə hansı ki 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 varsa, həmin indeksli elementin nə et? Intə çevir, sonra onun kvadratını tap, sonra da stringə çevir. Aydındırmı? Və bunları cəmlə, yox, əks halda, yəni hərf simvolu olarsa, indi baxın, later si, yəni bu funksiyaya müraciət edir. Funksiyanın mahiyyəti nədir? Həmin bu sətrin simvolları nə edir? Lower edir. Lower bilirik ki, nə edəcək? Hamısını kiçildəcək. O zaman yerinə heç yoxlamadan bir-bir deyə bilərik. A olanda A onsuz da bu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-un içərisində, yəni bu sətrin içərisində yoxdur. Düşəcək elsə bunu kiçildəcək. Yəni A-nı kiçik yazacaq, S-i kiçik yazacaq. İndi 7. 7 baxırıq ki, bu sətrin içərisində var. Sətr tipinə 7 deyirəm, yəni. O zaman 7-ni intə çevirəcək. Yəni sətr tipinə 7-ni intə çevirəcək. Olacaq 7. 7-nin kvadratı 49. Yenidən 49-u sətrə çevirəcək. Düzdürmü? Yəni bunları da cəmləyəcək, olacaq 49. Yenidən D-ni götürəcək, D kiçik olacaq, sonra F kiçik olacaq, 8-i götürəcək, 64 olacaq, 9-u götürəcək, 81 olacaq, hamısının kvadratını tapır. X-i götürəcək, kiçik X edəcək. Yəni hərfləri return z lower-dan nə edəcək? Kiçik olaraq geri qaytaracaq, yəni funksiyaya cavab olaraq. Sonra bax, bunları 11, 13 kimi baxmayına, hər birini ayrı-ayrılıqda götürürük. Bu zaman götürəcək 1-i. 1 elə 1-dir. Burada da 1 yenə 1-in kvadratı 1 olacaq. D-ni kiçik yazacaq 1. Bir də 3-ü də kiçik yazanda, demək 3-ün də kvadratı nə olacaq? 9 olmuş olacaq. Belə bir cavabda görürsünüz, burada 69 yazıbdır. Sonra burada 19, baxaq, A, S. Bunlar böyük yazıbdır. Heç böyüklərə baxmağa ehtiyac yoxdur. Bir dənə bir əvvəldədir, bir də sondadır. Sondakı cavab demək doğru cavab olacaq. Bax, AS 49, DF 6, 4, 8, 1, X, 1, 1, D, 1, 9. Sonra burada dizünksiya məntiqi əməlinin doğruluq cədvəlini müəyyən edin. Yəni, burada da olacaq B variantı. Bildik ki, nə olmuş olur? Yalnız o zaman yalan olur ki, hər iki tərəf 0 olsun. Qalan hallarda hər bir tərəfin 1 olmağı, yəni or əməliyyatı, məntiqi əməli yetərlidir ki, cavab 1 olsun. Buna da uyğun olacaq B variantı. Növbəti sualımıza baxaq. Demək, müəllimlər, 31-ci sualımızda deyil, yalnız sətirlərə tətbiq olunan metodlar. Yalnız sətirlərə tətbiq olunan metodlar. Necə deyək? Bu, buradan yine aşağı düşür. Biraz geri çəkək. Hə. Belə götürsək, hə. Görünür. Demək, uyğunluğu müəyyən edir. Yalnız sətirlərə tətbiq olunan metodlar. Müəllimlər, yalnız sətirlərə dediyinə görə split sətirlərə tətbiq olunur, düzdürmü? Sonra capitalize sətirlərə tətbiq olunur. Yəni, məsəl üçün, biri capitalize necə edə bilərik ki, böyük bir, kiçik bir, böyük bir yazmır ki, düzdürmü? Bu, yəni ancaq sətirlərə tətbiq olunur. Demək, burada da olacaq A, Y, düzdürmü? Sonra, ikinciyə baxaq. Deyir, yalnız siyahılara tətbiq olunan metodlar. Demək, burada da baxırıq ki, C-dir, insertdür. Bir də reverse-dür. Deyə bilərsiniz ki, mən bəs reverse-ü biz, məsəl üçün, sətirləri də tərsinə yazırıq. O zaman reverse-lə yazmırıq. Burada deyir, yalnız siyahılara. Tərsinə yazmaq üçün necə yazırıq? Belə yazırıq da, düzdürmü? Düzdürmü? Bu şəkildə. Amma bu sətirlərə aid deyil, siyahılara aiddir. Siyahılarda, yəni tərsinə yazmaq üçün necə yazacaq? Reverse yazacaq. Yəni bu da olacaq C, bir də D. Sətir və siyahının hər ikisinə tətbiq olunan metodlarda countdur, yəni sayacaq. Məsəl üçün, deyirdik ki, sətir verirdik, deyirdik ki, A, D-ni sayır. Neçə dənə A, D var sətrində? Həm sayır, eləcə sətirlərdə sayır, həm də eyni zamanda siyahılarda sayır. Demək, hər ikisinə tətbiq olunan metodda olmuş olacaq count. Demək, A, Y, C, D, B. A, Y, C, D, B. Üçüncü cavab doğru olmuş olacaq. 32-ci sualımıza baxaq. Burada nə deyir? Demək, A-nın qiyməti 12-dir, yazaq yenidən. B-nin qiyməti 4-dür. For i in range, yəni i alır hardan hara qədər? 0-dan A-nın B-yə böləndə 12-ni demək 4-ə bölürük 3, 3-ü də 3-ə vurduq 9. Yəni bu 9 dəfə dövr edəcək. Yəni i alacaq 0, 1, 2, 3, 4, 5,
6, 7, 8. Müəllimlər, bu 8 dənə dövrü əslində yoxlamağa ehtiyac yoxdur. Buna baxan kimi gövdəyə anlaşılır ki, bu bir ədədi silsilənin hədləri olmuş olacaq. Yəni, məsəl üçün, gəlin yoxlayaq. K bərabərdir 0 üstə gəlsin i-nin 0 qiymətində 1 vurulsun 2. Hər dəfə görürsünüz, 1-i 2-yə vurub üzə eyni ədədi. Yəni, 2-ni gəlir, 1 vurulsun 2 nə deməkdir? 2. Hər dəfə üzərinə sabit bir ədədi gəlir. Yəni, bu da nədir? Ədədi silsilə əmələ gətirmiş olacaq, düzdürmü? Silsilə fərqi olacaq da, bax, buradakı 2 silsilə fərqidir. Sonra K, i-nin 0 qiymətində, sonra i-nin, məsəl üçün, 1 qiymətini yoxlayıram. 2 üstə gəlsin, 1 vurulsun 2, olacaq 4. İndi bu qədər hamısını yoxlamağa ehtiyac var. Demək, bu 9-cu həddini tapanda A-M bərabərdir A1 üstə gəlsin M-1 düsturumuz var, düzdürmü? Rahat yolla A9-u taparıq ki, A9, 2, yəni birinci A1-ci hədd nə olmuş oldu burada? 2. 2 üstə gəlsin, 9 çıxılsın, 1 vurulsun, D. D-də 2 olmuş olacaq. Demək, 9-dan 1, 8, 8-in kimi 16, 16-nın da üzərinə 2 gələndə 18 olmuş olacaq. Yəni, A9-cu hədd 18. Qısaca belə yazarsınız. Yox, bunu uzun yazsanız, gərək 9 dəfə bunları bir-bir 10 yazan kimi görünür ki, hər dəfə 2 vahid artır. Amma A9-u tapsanız yetərlidir. Sonra növbəti sualımıza baxaq. Rabitə kanalı ilə informasiya həcmi 256 kilobayt olan qrafik təsvir ötürülür. Ötürülmə müddəti 128 saniyə olarsa, kanalın ötürücü qabiliyyətini kilobit bölünmüş saniyə ilə müqayisə edin. Demək, müəllimlər, deyək ki, rabitə kanalı ilə və həcmini yazsaq, bərabərdir 256 kilobayta. Bunu da baxaq görək, burada kilobit verildiyinə görə kilobaytla kilobit arasında 8 dəfə fərq var. 8-ə vururuq. 2 üstündə, yəni bu da olur 8 vurulsun, 2 üstündə 3 bərabərdir 3 üstündə 11. Düzdürmü? Kilobit. Kilobit. Niyə 8-ə vurdum? Bax, burada hansı vahidi görürsə, həcmi də o vahidlə ifadə edin. Sonra, demək, ötürülmə müddəti 128 saniyə olarsa, T də bərabərdir 128 saniyə. Düzdürmü? Deyir ki, ötürücülük qabiliyyəti, yəni surətini tapın. Gəl, bu V yazmayaq, buna H yazaq. Fərq yox da, V ilə qarışmasın. V bərabərdir suala. Bizim də düsturumuz vardı. V bərabərdir H bölünsün T düsturu, düzdürmü? 2 üstündə 11 bölünsün, demək, 2 üstündə 7-yə. Bu da nəyə bərabər olacaq? 2 üstündə 4-ə, bu da bərabərdir 16-ya. Demək, 16 birinci cavab doğru olmuş olacaq. Sonra növbəti suala baxaq. Girişə verilən ixtiyari x tam ədədi üçün y bərabərdir 5 bölünsün 3 üstə gəlsin x kvadratı. Yəni, müəllimlər, y bərabərdir 5 3 üstə gəlsin x kvadratı hər zaman xəttli olacaq. Niyə xəttli olacaq? Çünki biz bunun DMG-sini tapsaq, DMG nə deməkdir? Yəni, riyaziyyatda deyirik, dəyişənin mümkün qiymətlər çoxluğu. Yəni, 3 üstə gəlsin x kvadratı heç vaxt sıfıra çevrilməyəcək. Yəni, x kvadratı üstə gəlsin 3 fərqlidir sıfırdan, x kvadratı fərqlidir mənfi 3-dən. Belə ola bilməz axı, hansı ədədin kvadratı mənfi ola bilər ki? Ona görə də, yəni, bura istənilən mənfi qiymətin yazın, istər müsbət qiymət yazın, nə yazırsa yazın, üstünə gəlinsin 3 olduğuna görə məxrəc heç vaxt sıfıra çevrilmir. Onun üçün də x üçün hər hansı bir şərt daxil etməyə ehtiyac yoxdur. Ona görə də olur xəttli. Yox, əgər məsəl üçün bunu bu şəkildə yazsaydı 5, 3 üstə gəlsin x. X burada fərqlidir nədən? Mənfi 3-dən. Yəni, mənfi 3-ü ala bilməz. Mənfi 3 yazsaq nə olmuş olacaq? O zaman sıfıra bölünmə olmuş olacaq və yazmalıyıq ki, x fərqlidir, mənfi 3 budaqlanan olar. Kvadrat yazdığına görə artıq xəttidir. Sonra 35-ci sualımıza baxaq. Burada qeyd olunubdur. Hə, səhsə düşübdür. Deyir ki, burada cədvəldə faylların adları və onların informasiya həcmləri verilmişdir. Bu faylların 4 kilobaytlıq klasterə malik diskdə saxlandığını nəzərə alaraq bütün video faylların diskdəki həcmini, bütün video fayllarını, sadəcə video faylları soruşur, həcmini kilobaytla müəyyən edir. Biz burada bilirik ki, hansılar olacaq? Burada səsdir, bu qrafikdir, bu demək elektron təqdimat faylıdır. Bu qrafik olmuş olacaq, hamısını qeyd edək. Bu səsdir, düzdürmü? Bu, yəni Excel olsun və yaxud da digərləri. Elektron cədvəl prosesorunun, yəni uzantısıdır. Burada bir dənə qalır AV, bir də FLV, düzdürmü? Bunlar ikisi də olacaq AV ilə.
Bu ikisi olacaq nə? Video fayl. Video fayl. İndi davam eləsək, klasterimizin ölçüsü nəyə bərabərdir? Bir klasterin ölçüsü 4 kilobayta bərabərdir. Biz bunların həcmini tapanda nə edirdik? Birinci həcmləri, yəni birinci informatika üçün, AB üçün yazırıq. 129-u bölürdük klasterin ölçüsünə. 129-u demək, 4-ə böləndə nə qədər düşür? 32 tam nə qədərsə də, yəni kəsir hissəsi var, düzdürmü? 4-ə böləndə deyə 32 tam %25 düşür. Yəni 33 dənə klaster lazımdır. Disk sayını da tapanda, yəni disk ölçüsünü tapanda klasterin sayını vururuq klasterin ölçüsünə. Demək, 33-dür, 33-ü də 4'e vuranda ne kadar etmiş olacaq? Demək 132. Demək 132 kilobayt bu informatika yer tutmuş olacaq diskdə. Sonra şəkil üçün tapaq. 197-ni bu dəfə böləcəyik yenə 4-ə. Demək 197-ni də 4-ə böləndə nə qədər edəcək? 49 tam %25 tamamlayırıq tam ədədə. Yenə 50. 50-ni də vururuq 4-ə edir 200. Düzdürmü? Bunları da cəmləyirik. Demək 200-ün də üzərinə 132 gələndə 332 olmuş olacaq. Sonra bunu sadəcə deyir ki, 1 F6 16'lı say sistemindən keçməliyik 10'luq say sisteminə. 16'lı say sistemindədir. 1 vurulsun 16'nın kvadratı üstə gəlinsin F neçədir? Yəni 15'dir, düzdürmü? 15 vurulsun 16, üstə gəlsin 6. 16'nın kvadratı 256. 256'nın da üzərinə 15'i 16'ya vuranda nə qədər edir? Üzərinə gəldik. Demək 496, 496'nın da üzərinə 6 gələndə 502. Olacaq 502. Da belə. Sonra növbəti suala baxaq. Demək, müəllimlər, burada deyir ki, verilmiş mətn fraqmentinə tətbiq olunan formatlama əməliyyatlarını müəyyən edin. Birinci sağa baxırıq, düzləndirmə var. Sola bax, görürsünüz, bu tam düz xət üzrə, belə gördüyünüz kimi sağ tərəf, yəni sağ deyirsə sağ tərəfdən düz olacaq, sol deyirsə sol tərəfdən düz olacaq. Demək, bax, solalar buradan getdi, mərkəzə getdi. Artıq 3 dənə variantı getmiş oldu. Sonra deyir ki, görürük ki, informatika texnologiyaları başqa rəngdədir. Burada rəng var və burada baxsanız, bax, bu hissələr gördüyünüz kimi kursiv yazılıbdır. Burada da kursiv. Demək, sağa düzləndirmə rəng kursiv olmuş olacaq. Sonra, indi burada deyil, informatika 85, yəni informatika balı 85 olan bir dənə 1 var, düzdürmü? Və or edirik bunu. Riyaziyyatı 90-dan böyük olanlarla. Riyaziyyatı 90-dan böyük olan bir dənə 1-dir, bir dənə də 4-dür, düzdürmü? 1, 4, düzdür. Bu da birləşəndə nəyə bərabərdir? 1, demək, necə deyək, informatika 85-dir, düzdürmü? Və riyaziyyatı da 90-dan böyük. 90-dan böyük 91-dir, bəli, 95-dir. Burada da 1, 4-dür, olacaq 1, 4 ilə. Cavab da 1, 4. Nə deyir? Tapılan ümumi sayı tapın. Ümumi say olacaq 2. Bu da belə. Bunu da qeyd elədik. Sonra növbəti suala baxaq. Verilənlər bazası cədvəlində adları Ayan, Arzu, Alim olan əməkdaşları müəyyən etmək tələb olunursa, cədvəldə tətbiq olunan sorğu necə olacaq? Əgər baxırıq ki, A ilə başlayır, hamısı A ilə başladığına görə, demək, ad bərabərdir, A, ulduz simvolu olmuş olacaq, düzdürmü? Məsəl üçün, bitən desəydi, ulduz A olmuş olacaqdır və yaxud da içərisinə A olan desəydi, ulduz, bu şəkildə ulduz olmuş olacaqdır. Burada da olacaq, demək, birinci cavab. Sonra, indi növbəti suala. Müəllimlər, bunu da yenə görəndə belə qarışıq görsən, amma yenə də bunda proqramı oxuyaraq icra edəcəyik. Bax, siyahı verilibdir elementləri və yenə bunu indeksləyir. Deyir ki, S0-cı indeksli element, DZ S0-cı indeksli. Yəni, S0-cı indeksli elementə deyir, mənimsə nəyi? DZ bir funksiya təyin edir. Adı bu şəkildədir. S0, demək, S0. İndi bu, baxaq ki, bu funksiyanın mahiyyəti nədən ibarətdir? O zaman funksiya DZA funksiyasına müraciət edirik və baxırıq ki, deyir, bunu birinci stringə çevir. Yəni, bax, bu, deyək ki, birinci bunu götür, bunu stringə çevir, sonra listə çevir. Sonra deyir ki, say sıfırların sayını. Bunu listə çevirəndən sonra
dırnaqda 1, belə deyək, 2, 0, 4, 0. Sayırıq sıfırların sayı və deyir sıfırların sayı sıfırdan çoxdursa, onda bir sil, remove. Remove da bilir ki, ilk qarşısı, məsəl üçün, deyək ki, siyahıda 0, 4, 0, 5, 0 var. İlk qarşısına çıxan sıfırı siləcək, qalanlarını silməyəcək. İndi bunun da baxırıq ki, birincini götürəndə stringə çevirdi. Baxın, gəlin birincisi üçün yazaq, qalanları üçün aydın olacaq. Yəni, ola bilər ki, aydın olmaz müəyyən məqamlar. Bir dənəsi üçün yazacağım, qalanları artıq elə qanun uyğunluqla o şəkildə gedəcək. Bax, götürəcək, burada yazırıq. A bərabərdir. Demək, listə çevirəcək, stringə çevirəcək. Olacaq 1, 2, 0, 4, 0. Sonra listə çevirəcək. A bərabərdir yenidən. Siyahıda 1, sonra 2, sonra 0, sonra 4 və 0. Düzdürmü? Və müəllimlər, burada sayacaq sıfırların sayı. Neçə dənə sıfır var? 2 dənə sıfır var. Və deyəcək ki, if t, yəni 2, t-nin qiyməti olacaq 2. Düzdürmü? 2 böyükdür sıfırdan. Deyəcək, hə? O zaman deyir ki, a remove. Neyik? Siyahıdan sıfırı sil. Bir dənə sıfırı siləcək. Sonra deyir ki, bunu neyik? Birləşdir, sonra intə çevir. Sonra bunları birləşdirəcək. Drawing vasitəsilə birləşdirəcək. Olacaq 1, 2, 4, 0. Sonra da deyir intə çevir. O zaman olacaq 1240. Yəni, burada nə başa düşdük? Siyahının elementlərindən bir dənə sıfırı silir. Buradan bir dənə ilk qarşısına çıxan özdə sıfır. Çünki remove dedi ki, 2 dənə sıfır var. İlk birincini silir. Demək, buradan birincini silsə 1, 2, 4, 0 olacaq. Buradan bir dənə var ilə bir dənəsini də siləcək. Düzdürmü? 1 böyükdür sıfırdan hə deyəcək. Demək olacaq 1240. Sonra buradan ondan bir dənə sıfırı sildi, oldu 1. Sonra 6007'dir. Bir dənə ilk qarşısına çıxan sıfırı siləcək, olacaq 607. Düzdürmü? 230'dur. Sıfırı bircə dənə deyil, bir dənəsini siləcək, olacaq 23. Burada 2 dənə sıfırdır. Bir dənəsini siləcək, ilk qarşısına çıxanı olacaq 10. Burada da bir dənəsini, bunu siləcək, demək olacaq 220. Bu da olacaq birinci cavab, doğru cavab. 40-cı sualımız idi. Sonra baxaq. Deyir ki, doğru mülahizələri müəyyən edin. Home and xidməti klavişdir. Xidməti klaviş deyil, kursoru idarə edən klavişlərdir müəllimlər. Demişdik, yuxarı ox, aşağı ox, demək, sola ox, sağa ox, home, sonra and, sətrin əvvəlinə gətirir kursoru, sətrin sonuna gətirir. Page up, page up. Bir də page down, düzdürmü? Page down. Bunlar kursoru idarə etmə düymələri. Burada dedik, xidmət klavişdir, səhvdir. F1, F12 funksional klavişlərdir, doğrudur. F1-dən başlayır, F12-də bitir. Backspace kursordan sağda. Sağda silən delete'dir. Solda silən backspace, bu da səhvdir. Page up, page down kursoru idarə edən klavişlərdir, doğrudur. Delete kursordan, bizə deyil. Burada page up, page down kursoru idarə edən klavişlərdir. Kursoru idarə edən klavişlərdir. Bəli, bu doğrudur. Bu da doğrudur. Sonra delete kursordan sağda olan simvolları silmək üçün bu da doğrudur. Demək 2, 4, 5 olacaq. Bu da olacaq C variantı. Doğrudur. Sonra növbəti suala baxaq. X bərabərdir 13-ə. Demək, yenidən burada özüm üçün qeyd edəcəm. Y bərabərdir 42-yə. C-yə mənimsədir X-in qiymətini, yəni 13-ü. X-ə də mənimsədir Y bölünsün 2. 42-ni bölürük, demək 2-yə. Burada da tək bölmə olduğuna görə elə olacaq 21.0. İndi burada onun qiymətdə nəzərə alınmıyor. Demək, yəni olacaq 21. X öz qiymətini dəyişdi. Yəni, dəyişənin dəyişmiş qiymətini mütləq nəzərə almalıyıq. Ona görə də X bərabərdir. 13-ün üzərindən xətt çəkim. X-in artıq yeni qiyməti Y bölünsün 2-dir. Y-in də qiyməti 42 olduğuna görə 42-ni böldük 2-yə nəyə bərabər oldu? 21-ə bərabər olmuş oldu. İndi deyir ki, Y bərabərdir C, 13, çıxılsın Y, 42, üstə gəlsin 21. Mənfi 42-nin üzərinə 21 gələndə onsuz da 21 edəcək. 13 çıxılsın 21, bu da bərabərdir mənfi 8-ə. Sonra demək, bu məsələdə baxsaq, görürük ki, faizlər eynidir. Biz bilirik ki, saat əqrəbi istiqamətində bu olacaq A2, bu olacaq B2, bu da uyğun olacaq C2-yə. A2-nin qiymətini tapaq birinci. A2 bərabərdir C1, yəni 6, çıxılsın A1 3-ə. Demək, bunun qiyməti oldu 3.
Sonra B2-ni tapaq. B2 bərabərdir B1. Biz bunu bilmirik. Yəni x-i bilmirik burada nə olduğunu. B1 x-dir. Çıxılsın A1 3 bölünsün 2. Yəni B1 x, buna bir x dedim. X-dən çıxdım A1-i 3-ü bölürük 2-yə. Sonra C2 bərabərdir A1. Demək, A1-in qiyməti necədir? 3. Üstə gəlsin B2, x minus 3 bölünsün 2, çıxılsın 1. 3-dən də 1 çıxanda nəticədə 2 üstə gəlsin x minus 3 bərabərdir 2-yə. A2 ilə C2 bir-birinə bərabər olduğuna görə yazıram A2 bərabərdir C2-yə. O zaman 2 üstə gəlinsin, demək, x minus 3 bölünsün 2 bərabərdir 3-ə. Məxrəcdən azad olmaq üçün hər tərəfi 2-yə vura bilərsiniz. 4 üstə gəlsin 2-yə vursaq buna hesab gedəcək x minus 3. Bu da bərabərdir 6-ya. X minus 3 bərabərdir 2-yə. X də bərabərdir 5-ə. Cavab da olacaq 5. Növbəti sualımıza baxaq. Demək, burada yazıb 4 megabayt və deyir nəticədə kilobaytla ifadə edir. 4 megabaytımızı kilobayta çevirəndə 1 megabaytımız nəyə bərabərdir? 1024. 1 megabaytımız bərabərdir 1024 kilobayta. Demək 4 megabaytımızı 4 vurulsun 1024 olmuş olacaq. Bir tərzidə. Bunları yenidən yazaq. Məsələn, bir də texniki problem olur. Demək 4 megabaytımız, nəticədə 1 megabaytımız əgər 1024 kilobaytdırsa, 4 megabaytımız nə qədər olacaq? 4 vurulsun 1024 kilobayt. Bu da olacaq 4096 kilobayt. İndi əsas kilobaytlara baxırıq. 4096 kilobayt buradadır müəllimlər. 512 kilobaytda böyük olanları yazırıq. 4096-nın da üzərinə 512 kilobayt gələndə 4096 üstə gəlinsin 512. Nəyə bərabərdir? 4608 kilobayta. İndi nəyə baxırıq? Baxıram ki, indi kiçiklərə baxıram. 25 bayt buradadır, 35 bayt buradadır. Düzdürmü? 25 bayt orada, demək 35 bayt da buradan. 60 bayt elədir, 60 bayt. Elə baxın, çıxılsın buradan. Bunlar cəmlənilir, çıxılsın 480. 480 biti də bayta çevirəndə bölürük 8-ə nəyə bərabər olur? 60 bayta. Demək, çıxılsın 60 bayt. Bu baytlar bir-birini islah edir. Yəni, 60-dan 60 çıxanda 0. Elə 4608-də qalmış olur. Bu da olacaq ikinci cavab. 45-ci sualımıza baxaq. Demək, informasiyanın xassələrini müəyyən edin. Aktuallıq informasiyanın xassəsidir. Diskretlik algoritmin xassəsidir. Sonra obyektivlik algoritmin xassəsidir. Demək, algoritm demək, informasiyanın xassəsidir. Diskretlik algoritmin xassəsidir. Etibarlılıq informasiyanın xassəsidir. Kütləvilik algoritmin xassəsidir. Müəyyənlik algoritmin xassəsidir. Demək, 1, 3, 4 olmuş olacaq. 1, 3, 4. Sonra növbəti sualımıza baxaq. Axtarış sistemində tətbiq edilən sorğular nəticəsində tapılan veb səhifələrin sayı arasında doğru münasibəti müəyyən edin. Belə bir sual yenə qeyd edirəm. MİQ 2024-də gəlmişdi. Ümumiyyətcə, OR-la birləşdikcə müəllimlər, OR-ların sayı nə qədər çoxsa ən böyük yol olacaq. Sonra görürük OR ənddir. Artıq biraz elə bil ki, sanki sahə kiçilir. Ənd ən kiçik olmuş olacaq. Demək, 2 dənə OR görürüksə, 1 ən böyükdür. Düzdürmü? Sonra ənd or görürəm, sonra üçüncüdə hamısını ənd görürəm. Demək, hamısı ənd olan ən kiçik olacaq. Ənd or gördüyümüzə görə, demək, 1 böyükdür 2-dən, 2 də böyükdür 3-dən. Bu da olacaq birinci cavab. Bu sualımıza baxaq. Demək, proqram icrası zamanı mənfi belə bir ədəd daxil edilir. Amma ABS olduğuna görə, modul olduğuna görə bunu müsbətə çevirir. İ'nin də qiyməti olur 0, 1, 2, 3, bir də 4. Və forun gövdəsi 5 dəfə icra olunacaq. Hər dəfə də icra olunduqca ona bölünməsinə alınan tam hissəni götürür. Müəllimlər, ədədin ümumiyyətlə hər dəfə ona bölünməsinə alınan tam hissəsini götürmək, yəni sondan ədədləri silir. Yəni, bu ədədin ona bölünməsinə alınan tam hissədə birinci dəfə i'nin 0 qiymətində 1 silinir. i'nin 1 qiymətində 8 silinir. i'nin 2 qiymətində 2 silinir. i'nin 3 qiymətində 4 silinir. i'nin 4 qiymətində 3 silinir. Nəticədə K qalır 12 və dövrdən çıxandan sonra həmin bu 12-ni vurur 10-a.
12'ni də 10'a vuranda bərabər olur 120'ye. Demek baxsaq, baxın burada indi 120.0 yazıbdı. Biraz önce birinci sualı izah edəndə qeyd etdim ki, tam bölmədə, yəni tam bölmədə int tipidir. Tək bölmədə floatdur. Biz də baxırıq ki, burada nədir? Tam bölmədə. Ona görə də float tipi olmayacaq, int tipi olacaq. Olacaq cavab 120. Sonra növbəti bu suala baxaq. Onluq say sistemində verilmiş. Birinci bunu sadələşdirək. 32 üstündə 8 üstə gəlsin. 14'ü buradan əvvəlcədən 8'lik say sisteminə keçək. Çünki 8'lik say sistemində təsvir edildikdə alınan ədədin rəqəmləri cəmini tapın. Bir dənə 8'in 8, burada qaldı 1, 6. Üzərinə gələn 1, 6, 8'lik say sistemində. Müəllimlər, bunu yazacağım 2 üstündə demək bərabərdir 4, 10. 2 üstündə 5, 8. Düzdürmü? Üstə gəlsin 1, 6, 8'lik say sistemində. Bu 2 üstündə 40, üstə gəlsin 2 üstündə 40, üstə gəlsin 1, 6, 8'lik. 2 üstündə 40'ları cəmləyəndə 2 dənə 2 üstü 40. Yəni 2 üstü 40'ın məsəl üçün mütərizə xaricinə çıxarır. Nəticədə 1 üstə gəlsin 1, üstə gəlsin 1, 6, 8. 1'i də 1 ilə cəmləyəndə 2, 2'ni də vuranda 2 üstündə 40 olur. 2 üstündə 41, üstə gəlsin 1, 6, 8. Bu da rahat keçmək üçün ya qüvvət üstünü bölərsiniz. Məsəl üçün belə deyim də 41'i bölərik nəyə? 3'ə, düzdürmü? 41'i 3'ə böləndə tam olaraq nə qədər düşür? 13, qalıq da 2. Demək 4, arxasınca 13 dənə 0 olmuş olacaq. Düzdürmü? 13 dənə 0 üzərinə də gələcək. Bunun sıfırların yəni burada əhəmiyyəti yoxdur. Hamısını yazmaya ehtiyac yoxdur. 1, 6, 8'lik say sistemidir. Bu da 8'lik say sistemindədir. Bu da. Nəticədə bu sıfırlardan 2 dənəsi 1, 6'ya çevriləcək. Sıfırlar onsuz da cəmə təsir etmir. Ona görə də 4, üstə gəlsin 1, üstə gəlsin 6'nı yazırıq. Bu olur 11. Amma biz bunu hesabladıq nədə? Onluq say sistemində. Bizə nə deyir? Deyir ki, 8'lik say sistemində təsvir etdikdə alınan ədədin rəqəmləri cəmini yazın. İndi bax, 8'lik say sistemində təsvir edəndən sonra müəllimlər, yenidən bunu 8'liyə keçəcək. 11'i böləndə 8'ə. Bir var, fərqi yoxdur, ayrı-ayrı 8'likdə də yaza bilərdiniz. Və yaxud da ki, cəmliyin yenidən keçin. Bir dənə 8'im 8, burada da qaldı 3. Demək, 1, 3, 8'lik say sistemində. Bu da olacaq, demək, burada B variantı. Sonra növbətiyə baxaq. Deyir, hansı funksiya metod icra olunduqdan sonra qiymət qaytarmır? Müəllimlər, qiymət qaytarmır deyəndə, məsəl üçün, siyahıya deyirəm ki, A bərabərdir siyahıya, siyahı 2, 4'dür, append edirəm 5'i. Məsəl üçün, bu siyahının özündə tətbiq olunur. Yəni, qiymət olaraq qaytarılmır. Demək, append olmuş olacaq. Birinci append olacaq. Sonra müəllimlər, bax, insertdə fərqi yoxdur. Yəni, siyahının özündə tətbiq olunacaq. Məsəl üçün, biz onu çapa versək, belə deyək, nəticəni görəcək. Insert hər hansı bir elementi ora daxil edəcəm. Yenə cavab olaraq qiymət qaytarılmır. Burada 2, 4 doğru cavab olmuş olacaq. 2, 4 olandan sonra onsuz da avtomatik bunlar çıxmış olur. Burada qalır 2, 4, 5. Bir də müəllimlər, demək 6'da sort. Sortda da yenə 2, 4, 5'dir. Məsəl üçün 4, 5, 2 olsaydı, yenə 2, 4, 5 siyahının özündə yəni dəyişkənliyidir. Aydındırmı? Bu da olacaq 6. 2, 4, 6. İkinci cavab doğrudur. Bu daha aydın başa düşmək üçün 9-cu sinifin sətirlər və siyahılar orta məktəb dərsliyində elə bir dərsi var. Ona mütləq baxarsınız, əgər qarışdıran varsa. Sonra, indi deyir, elektron cədvəldə diapazondakı xanaların sayına əsasən uyğunluğu müəyyən edin. Demək, G2, G8 bir sütunda da elə. G2 sətrindən G8'ə gəl. Bir dənə sütundur. 8'dən çıxırıq 2'ni, üzərinə gəlirik 1'i, vururuq elə 1'ə. Düzdürmü? Bu neçə olmuş olacaq? 6, 7. Bu oldu 7. Buna A getdi. Çünki G-dən G-yə gəldi. Yəni G2'dən nəticədə G8'ə gəlibdir. Düzdürmü? Bir sütun daxilində, yəni sadəcə G2'dən G8'ə gəlibdir. Biz də bilirik ki, xanaları necə tapırıq? Xana, onu da qeyd edim. Sətir vurulsun, sütun deməkdir. Sətirlərin sayı 8'dən 2'ni çıxır, üzərinə 1 gəldik. Yenidən bu nəticəni vururuq 1'ə. Çünki bir dənə sütundur. Bu oldu neçə? 7. Buna uyğun oldu A. Sonra B, D. Biz də bilirik ki, A, B, C, D, Y, F bu şəkildə gedir də, düzdürmü? B
D deyəndə B, C, D. Bura 3 dənə sütun daxildir. Sonra 5-dən 3 çıxdıq. 2, 2-nin üzərinə 1 gəldi, 3. Vurduqca bərabər oldu 9-a. Demək, burada da olmuş olacaq 9C. Sonra A-dan C-yə gələndə yenə 3 dənə sütun, 8-dən 1 çıxır, üzərinə 1 gələndə 7. Bu da bərabər olacaq 21 xanaya. Buna da uyğun olacaq D. Demək, A, C, baxsaq, burada necə yazdıq? Necə dəqiqə? A gəlməlidir, C gəlməlidir. Bu D hardaydı? Xəta mı getdi? Bircə dəqiqə. 8-dən 2 çıxdıq. 6 üzərinə 1 gəldik. 7. 7-ni vurduq 1-ə 7. Bu uyğun oldu. B-dən D-yə gəlmək üçün A, B, C, D. 3 dənə sütunumuz. 5-dən 3 çıxdı. 2. Bu da 9'du. Buna da uyğun oldu C. A'dan C'ye gələndə 3 sütun vurulsun. 8-dən 1 çıxdıq 7. 7-ni də üzərinə, 8-ə vurulmalıdır. Üzrü sayın 24. Buna da Y uyğun olmuş olacaq. Burada yazalım. Demək, A, C, Y olmuş olacaq. Birinci cavab doğrudur. Sonra bitdi müəllimlər. Bundan sonra kurikulumdur. Elə 50-ci sualda da bitirmiş olduq. İnşallah əsl sertifikasiya imtahanda uğur qazanarsınız. Sağ olun.